1607-ci ildə İngilisdə Amerika arasında köç etdilər. Və ilk İngilis koloniyasının əsası qoyuldu. Koloniya sözünü biz keçmişik, sizdən bilirsiniz. Yeni ərazilərə köçmək, Yunanlar deyir ki, koloniyalar saldılar, müxtəlif ərazilərdə köç etdilər. Deməli, ilk İngilis koloniyası yaradıldı. Əvvəldə biz buna adına deyirdi Jamestown və yaxud da Virginia koloniyası deyirdi. İndi o koloniyanın adı çıxarılır. Gələnlər kimlər idi? İngiltərədən Amerikaya köçüb gələnlər kimlər idi? İnşallah kəndli, torpaqsız kəndlər və dini təqiblərə məruz qalanlar köçüb gəldi. Həmin zamanda Amerikada qızıldərili olan hindular yaşayırdılar. Gəldilər hindularla birləşdilər. Əvvəl mehriban, hindularla münasibətlər yaxşı idi. Sonradan yavaş-yavaş hinduları incitdilər, onları soyqırma məruz qoydular, onları məcbur elədilər, onlar köçüb tərk elədilər, getdilər. Amerika torpaqları digər bölgələrə köç etdilər. Amerikanın şimal və cənub koloniyalarının fərqi nə idi? İnşallah, şimalda torpaq münbit deyildi. Başa düşdük. Ona görə də təsərrüfatın inkişafına elə çox fikir vermirdilər şimallar. Amma cənubda torpaqlar münbit olduğuna görə qul əməyindən istifadə edilir. Başa düşdük, qul əməyindən istifadə edilir təsərrüfatda.